Salam, xoş gördük dostlar. Bugün 28 yanvar 2026-cı il DAS təşkilatının üzvləri Almaniyanın Xarici İşlər Nazirliyinin önündə etiraz aksiyası keçirirlər. Bizim bu etiraz aksiyasında məqsədimiz Azərbaycanda baş verən haqsızlıqlara, ədalətsizliklərə, repressiyalara görədir. Bildiyiniz kimi İlham Əliyev son günlər Trump'ın göstərişi ilə Azərbaycanda əsirlikdə olan Xocalı qatillərini azad elədi, öz ölkələrinə göndərdi. Amma buna rəğmən Azərbaycanda rəsmi rəqəmlərə görə 400-dən artıq siyasi məhbus var, 8 jurnalist var, minlərlə dindarlar var ki, onlar haqsız yerə, ədalətsiz yerə şərləniblər, həbs ediliblər və bizim bugünkü aksiyada məqsədimiz odur ki, Azərbaycanda olan siyasi məhbuslar azad edilsin, Azərbaycanda olan ədalətsizliklər yığışılsın və Azərbaycan xalqının öz həqiqi azadlığı Azərbaycan xalqına qaytarılsın. Biz buradan İlham Əliyevə səslənirik. İlham Əliyev, Azərbaycan sənin ata mülkün deyil, sən Azərbaycanda kök salmısan. İndi də o fərsiz övladını hakimiyyətə gətirmək istəyirsən. Bu işlərinə son qoy. Sən nə qədər xarici ölkələrə neft versən, ucuz qiymətə, qaz versən, nə qədər Azərbaycan sərvətlərini ona versən belə, yenə də əvvəl-axır Azərbaycan xalqı öz həqiqi azadlığına qovuşacaq. Sən Azərbaycan xalqını bu qədər istismar eləyə bilməzsən. Azərbaycan xalqının haqqı bu deyil. Azərbaycan xalqı çox gözəl xalqdır. Azərbaycan xalqı bugün çox yüksək səviyyədə yaşamağa layiqdir. Azərbaycan xalqının o qədər sərvətləri var ki, Azərbaycan xalqını 100 il bundan sonra da işləməsələr belə dolandıra biləcək, yüksək səviyyədə saxlaya biləcək sərvəti var. Amma sən o sərvətləri öz hakimiyyətin naminə xarici ölkələrə verirsən. Azərbaycan xalqı ilə Ermənistan düşməndir. Sən Azərbaycanın başına açılan müsibətləri, Xocalı qətliamını, 20 yanvar hadisələrini Azərbaycan xalqına unutturmaq istəyirsən. Biz bilirik ki, bütün bunlar hamısı sənin öz hakimiyyətdə qalmağın üçün hesablanır. Sən nə Azərbaycan xalqının inkişafını istəyirsən, sənin fikrin, zikrin ancaq Azərbaycanı öz əlində saxlamaq, ancaq Azərbaycanı istismar eləmək, Azərbaycan xalqına zülm eləməkdir.